Deməli, bir valideyn yaxınlaşıb, uşağının 6 yaşı var. Deyir ki, bəs mənim uşağıma dedilər ki, davranış pozuntusu var, yalan danışır, mütləq psixoloqa getməlidir. Mən isə həqiqətən çox təəccübləndim. 6 yaşında uşağın yalan danışdığına görə, yəni reallığı deyə bilmədiyinə görə biz belə bir diaqnoz qoya bilmərik. Mütləq uşaqda hər hansı bir problem olanda onun yaş aralığına diqqət etməyimiz lazımdır. 0-7 yaş aralığı uşaqların həqiqətən xəyal dünyasında olduqları üçün qeyri-real şeyləri uydurub deməkləri normaldır. Amma artıq uşaqda rasional təfəkkür, yəni məntiqi təfəkkür inkişaf elədikcə təxminən 8 yaşdan sonra uşaq fərqində olur ki, doğru nədir, yanlış nədir, bunu ayırd edə bilməyi bacarır və ondan sonra biz uşaq analiz elədikcə baxırıq ki, doğrudan da bu uşaq fərqindədir və hansı bir məqsəddən cəzadan yayınmaq üçün yalanın altına yatan səbəblər var da. Bu haqda mən YouTube kanalımda danışmışam. Ona artıq uşağı müayinə edəndən sonra dəqiq biz deyə bilərik ki, bəli, bu uşaqda artıq bu davranış problemi var.